Azərbaycanda artıq dövlət qulluğu vahid mərkəzdən həyata keçirilir. Bəhram müəllim, təbrik edirik əvvəlcə, çünki əvvəlcə müxtəlif nazirliklər, müxtəlif qurumlar bu cür imtahanlar keçirilirdi. Artıq vahid mərkəzdən prezident yanında dövlət qulluğu məsələləri üzrə komissiya bu cür müsabiqələrə həyata keçirir. Ötən həftə Türkiyədə idiniz, müəyyən danışıqlar apardınız, biz də xəbərlərdən burada izlədik və orada bir protokol imzalandı. İstəyərdik ki, bu protokol barədə nələri özündə ehtiva eləyir, bu barədə bir məlumat verərdiniz. Bəli, keçən həftə Azərbaycan Respublikasının nümayəndə heyəti Ankara şəhərində olmuşdu və Türkiyənin Kamu Personal Bakanlığı ilə danışıqlar aparılmışdı. Dövlət naziri Murad Başaskioğlu ilə Azərbaycan Respublikası Prezidentinin dövlət qulluğu məsələ üzrə komissiya ilə Kamu Personal Bakanlığı arasında əməkdaşlığı istiqamətləri müzakirə edilmişdi və bu nəticəsi kimi iki qurum arasında, iki qardaş ölkənin eyni funksiyalar həyata keçən qurumları arasında əməkdaşlıq haqqında protokol imzalanmışdı. Həmin protokola əsasən hər iki qurum bir-birinə yığdığı təcrübə mübadiləsi aparacaqdır. Dövlət qulluğu sayəsində qəbul olunmuş normativ hüquqların mübadiləsini aparacaq və dövlət qulluqçularının mübadiləsini aparacaq. Və bundan başqa protokolda nəzərdə tutulub ki, hər il iş planı tərtib ediləcək və həmin iş planına əsasən biz öz əməkdaşlığımızı quracaq. Yəni bizim mütəxəssislər orada təcrübə keçirecək, oradakılar burada mı? Onların mütəxəssisləri burada gəlib, deyək, bizim dövlət qulluqçuları üçün müəyyən treninqlər keçəcəkdir və o qarşılıqlı olaraq Azərbaycan Respublikasının mütəxəssisləri Türkiyədə bizim təcrübə barədə, Azərbaycanda dövlət qulluğu sistemi haqqında və aparılan islahat barəsində Türk tərəfinə məlumat verəcəkdir. Artıq o nazirliklər, idarələr müəyyənləşib, yoxsa daha sonra müəyyənləşəcək bunlar? Xeyr, yox. Mən qeyd etdiyim kimi, o konkret nazirlik və idarələr, bunlar bizim hər il tərtib edilən iş planımızda nəzərdə tutulacaqdır. Başqa hansı ölkələrin təcrübəsi öyrənilir? Başqa, deməli, bu yaxınlıqlarda biz Ukraynanın dövlət qulluğu baş idarəsi ilə bir saziş imzaladıq, dövlət arası saziş. Cənab Prezident Ukraynada energetika samitində olanda həmin onun vizitinin çərçivəsində belə bir saziş imzalandı. Bundan başqa komissiya Qırğızstanın dövlət qulluğu idarəsindən elə bir razılaşma hazırlayıbdır və yaxınlıqlarda nəzərdə tutulur Fransanın deməli dövlət qulluğu naziri cənab Santini dəvət edib dövlət qulluğu komissiyasının nümayəndələrini və Fransa Respublikasının danışıqları aparılacaq, onlarla da belə əməkdaşlıq qurmağa. Aydındır. Azərbaycanda dövlət qulluqçusu olmaq üçün nə lazımdır? İlk növbədə dövlət qulluqçusu olmaq üçün ali təhsil lazımdır. Mütləq ali təhsil olmaq. Və Azərbaycan Respublikasının vətəndaşı. Yəni əznəvilər dövlət qulluqçusu ola bilməz. Xeyr. Bu ümumiyyətlə hər bir ölkədə belədir, yoxsa müəyyən o 5 il yaşayanlara belə bir istisnalar tanınır? Məndə olan məlumata görə biz kimi təcrübə əksəriyyətində belədir. Bəzi hallarda, Bəhram müəllim, bizdə dövlət qulluqçusu üçün əvvəlcə bir imtahan olur, daha sonra ikinci mərhələdə müsabiqə. Bəzi hallarda müsabiqə mərhələsində bəzən iradlar tutulur ki, imtahan olub, niyə müsabiqə hissəsi var? Bu nəyə görə Azərbaycanda tətbiq edildi? Ümumiyyətlə, bu digər ölkələrdə var mı belə bir təcrübə? Necədir? Deməli, dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir. Bu test imtahanlarıdır və müsahibədir. Müsahibə. Bəli. Müsahibə barəsində bizim ilk təcrübəmiz olanda, bəli, iradlar var idi. Onların, mən deyərdim ki, hamısı əsassızdır. Müsahibə bizə nə verir? Müsahibə bizə verir ki, ilk növbədə test imtahanları müəyyən edir namizədin deyək, biliklərini. Müsahibədə isə biz müəyyənləşdiririk. Həmin namizəd vakant dövlət qulluğu vəzifəsinə uyğundur, yoxsa uyğun deyil. Onun şəxsi keyfiyyətlərini müəyyənləşdiririk. Onun qərar vermə qabiliyyətini müəyyənləşdiririk, onun analitik düşünməsini müəyyənləşdiririk və digər şəxsi keyfiyyətlərini. Ola bilər ki, test imtahanından hansısa bir namizəd 100 bal toplasın, lakin şəxsi keyfiyyətlərinə görə o vakant dövlət qulluğu vəzifəsinə uyğun hesab edilməsin. Aydın. Sualları kim hazırlayır? Sualları mütəxəssislər hazırlayır. Deməli, hər test kitabçasında 100 sual olur, onlar qarışıq olur, yəni 20 sual məntiqi suallardır, bunu tələbə qəbul üzrə dövlət komissiyası bizə təqdim edir. 10 sual kompüter bilikləridir, 30 sual konstitusiya və
dövlət qulluğu qanunvericiliyi və digər suallar isə ixtisas üzrə olur. Bəli. Bizim də müşahidələrimizdən səhv eləmirəmsə indiyə kimi 4 belə imtahan olub. Bəli. Komissiya tərəfindən 4 belə imtahan olub və nəticələrə baxanda belə müşahidə edirik ki, misal üçün 100-200 nəfər müraciət edibsə, hardasa bir 20-25% birinci mərhələni keçib test imtahanı. Kadrlarmı, yaxşı bilikli kadrlarımız mı azdır, yoxsa suallar mı çətin və qəliz olur? Necə? Mən deməzdim ki, suallar çətindir. Bildiyiniz kimi bütün sualların bazası elan veriləndən sonra, vakant vəzifələrə müsabiqə barəsində elan veriləndən sonra hamısı bizim internet səhifəmizdə yerləşir. Yəni hər bir ali təhsilli şəxs istədiyi halda həmin o sualları oradan götürüb rahat hazırlaşa bilər. Onların namizədlərin 40 günə kimi yaxın vaxt olur. 40 gün hazırlaşmaq vaxtı. Mən deməzdim ki, suallar çətindir. Yəni bu kadrlardan bahsında biraz özlərini yaxşı yetişdiriblər. Bəli, hazırlıqları biz istədiyimiz səviyyədə deyil. Nəticədən narazı qalanlar hansı addımlar ata bilərlər? Biz onları hansı imkanlar Nəticədən narazı qalanlar onlar təbii ki, apellyasiya verə bilərlər və həmin apellyasiyalar bizdə dərhal baxılır. Və sizə bir məqamda qeyd etmək istəyərdim ki, müsahibəni çox iradlar olur, siz tamamilə düzgün qeyd elədiniz və biz indi qərar almışıq. Hər bir müsahibə biz video çəkilişini aparırıq və bundan sonra bu apellyasiyaların sayı nəzərə çarpacaq dərəcədə aşağı yenib. Apellyasiyalar sizə bağlı yoxsa TQDK-nın nəzdində? Yox, bizlə. Yəni ki, müsahibənin keçirilməsi ilə bağlı. Ümumiyyətlə 4 imtahandan sonra edilən müraciətlərdə, yəni o apellyasiya şikayətlərinin neçə faizi təmin edilib? Heç biri. Heç biri? Xeyr. Aydın. Bir də ehtiyat kadrlarımız çoxdurmu? Səhv eləmirəmsə, vakant yerlərə belə deyim, 5 yer varsa, 10 nəfər bu sınaqdan keçibsə, onlarla biz işimizi necə qurmuşuq? Bəli, onlar var və onlar komissiyada onların uçotu aparılır. Mən özdə qeyd etmək istərdim ki, bütün Mərkəzi İcra Hakimiyyəti orqanı nümayəndələri mütəmadi olaraq o kadrlarla tanış olur və oradan öz seçimlərini aparırlar. Yəni ki, bu elə şəxslərdir ki, hər iki mərhələni keçiblər. Həm imtahanı, testlə həmin müsahibəni, yəni ki, bunlar vakant vəzifəyə birbaşa təyin edilə bilərlər. Daha sonra həmin dövlət qurumlarının özləri mi seçir bu namizədləri? Bəli, biz təqdim edirik bütün həmin namizədlər barədə bütün materialları, sənədləri təqdim edilir. Onlar özləri baxırlar və ixtisaslara uyğun gələndə onları dəvət edib vəzifəyə təyin edirlər. Digər belə deyim, ehtiyac olsa sizin təyinatla gedir, yoxsa ümumiyyətlə hər iki halda razılaşma? Hər bir halda biz təqdim edirik. Onlar bizə müraciət edirlər ki, biz ehtiyat kadrlarla tanış olmuşuq və konkret hansısa bir namizədləri istəyərdik ki, vəzifətin və həmin müraciət əsasında biz dövlət orqanı rəhbərinə təqdim edirik namizədi. Bəli, ötən dövr ərzində nəzər salsaq görülə bilərik ki, məsələn, boş qalmış vakant yerlər var, amma müəyyən qurumlar hələ də bu kadrları qəbul eləməkdə bu və ya digər şəraitdən işlər yubanır. Belə bir hallar varmı, yoxsa? Bilirsiniz, yubanma olur. Bu bir neçə amildən asılıdır. Yəni, hər iki mərhələni keçmiş namizədlər təqdim edilir dövlət orqanı rəhbərinə. Dövlət orqanı rəhbəri özü şəxsən hər bir namizədlə görüşür. Və olur ki, dövlət orqanı rəhbəri Azərbaycan hüdudlarının kənarda olanda bu biraz ləngir. Ancaq bu yalnız söhbət gedə bilər 5-10 gün ləngimədən. Aydındır. Bir də indiyə kimi komissiyanın 2 nəfəri dövlət qulluqçusu Hal-hazıra kimi, bax, axırıncı müsabiqədən bizdə 112 namizəd uğurla keçdi hər iki mərhələni və onlar təqdim edilib. Onların əksəriyyəti təyin edilib. Axırıncı təqdim edilənlərin nəticəsini biz gözləyirik. Ümumiyyətcə 300-ə yaxın namizədlər hər iki mərhələni uğurla keçərək vakant dövlət qulluq vəzifələrini təyin ediliblər. Bəli. Bir də səhv eləmirəmsə daha əvvəllər siz bu dövlət qulluqçulardan reyestrini aparırdınız. Bu proses başa çatdı mı yoxsa? Xeyr, o proses davam edir, o uzun çəkəcəkdir. Hal-hazırda həmin reyestr 5000 dövlət qulluqçusunu əhatə edir. Hər dövlət qulluqçusu barədə 100-ə yaxın məlumat orada yerləşdirilibdir. Yəni hər bir qulluqçu haqqında 100 müxtəlif məlumat mı cəmləşdirilir? Bəli. Yəni bu həm başlayır təhsilindən, dövlət qulluğunda bunun deyək irəliləyişindən və digər məlumatlar dövlət qulluğuna aid olan və bu proses mütəmadi olaraq gedir və biz bütün dövlət orqanlarından işləyirik və onlar bizə məlumatları təqdim edirlər reyestrə. Yəni belə başa düşmək olarmı ki, bu 100 fərqli məlumat əsasında dövlət qulluqçusunun gələcək təyinatında bu cür məlumatlar xüsur olur? Bəli, ümumiyyətcə bu reyestr nə üçün lazımdır? Bu ilk növbədə kadrların idarə edilməsi üçün.
biz istənilən vaxt, istənilən deyək bizə lazım olan mütəxəssisi o bazadan tapa bilərik. Yəni o bazada kompüterə məsələn ingilis dili, alman dili, fars dili bilən ya da bu cür xüsusiyyətlər var. İxtisasından hüquqşünas, iqtisadçı sürətli bir şəkildə tapılır. Bəli, yaş həddinə kimi, yəni bütün hamısını biz müəyyən edə bilərik. Həmin reyestr bizə 20-yə yaxın hesabat almağa imkan verir. Fərqli hesabatlar. Fərqli istiqamətlərdə. Regionlarda vakant yerlər necədir? Çoxdurmu? Maraq necədir regionlara? Yoxsa hər kəs Bakıda mı işləmək istəyir? Var regionda da təbii ki, əksəriyyət namizədləri mərkəzi aparatlarda işləmək istəyir. Bu əsasən də əmək haqqından yüksək olmasından asılıdır. Lakin indi birinci mərhələdə biz böyük çətinlik çəkirdik. Namizədlər yoxdur, regionda olan vakant vəzifələr yoxdur. Ancaq hər yeni bir müsabiqə ilə biz görürük ki, daha artır onlardan. Bəli, bir də siz tərəfdən hazırlanan müəyyən bazanın, qanunvericilik bazanın təkmilləşdirməsinə bağlı müəyyən təkliflər var idi. Burada səhv etmirəmsə, ixtisas dərəcələrinin verilməsi də bu təkliflər içindədir. Bu məsələlər necədir? Hansı təkliflər var? Mən deyə bilərdim ki, hal-hazırda Milli Məclis deməli, dövlət qulluğu haqqında qanuna əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası dövlət qanunu qəbul edibdir. O ixtisas dərəcələrin verilməsində müddətlər var idi. İxtisas dərəcəsində qalma müddətləri onlar qanunvericilikdə qeyri-dəqiq idi. Bəzi hallarda da müəyyən edilməmişdi. Yəni, bir çox orada texniki məsələlərlə bağlı idi və bütün bu yeni qanun qəbul edilməsi ilə bu, deyək, uyğunsuzluqlar hamısı aradan qaldırılıb. Azərbaycanda necədir? Dövlət qulluqçulardan işdən uzaqlaşdırılması, səlahiyyətlərinə xitam verilməsi bu asandır yoxsa çətindir? Bu necə həyata keçirilir? Hər bir halda dövlət qulluğuna xitam verilməsi qanunvericiliyə əsasında həyata keçirilməlidir və bu heç bir yerdə asan prosedur deyil. Qanun pozuntusu olduğu halda dövlət qulluqçusu birbaşa komissiya müraciət edər, bilər öz seçimi ilə yaxud da məhkəməyə. Hesab edirsə onun hüquqları pozulubdur, qulluğuna xitam verilməklə, yəni elə bir hüququ var, komissiya müraciət etsin, yaxud da məhkəməyə müraciət edər. Sizə belə müraciətlər olubmu? Hələ ki, nə olmur? Hələ yox. Yəni, şikayətlənən yoxdur. İntizam tənbihləri ilə olubdur tədbiq ilə, ancaq bundan olmubdur. Bəli, lap yaxşı. Bir digər məsələ, dövlət qulluqçularının fəaliyyətinə və onların davranışına, çünki vətəndaşlarla səhv etmirəmsə Milli Məclisdə təzə bir qanun qəbul edildi, etik davranış haqqında. Buna necə əməl edilir? Ümumiyyətlə bizim məmurlarımız, dövlət qulluqçuları, vətəndaşlar necə davranır? Buna bir xüsusi nəzarət varmı bizdə? Bəli, buna var. Buna ikili nəzarət var. Birinci növbədə dövlət orqanının rəhbəri etik davranış qaydalarına nəzarət etməlidir öz dövlət orqanında. İkinci tərəfdən də müəssisə kənar nəzarəti Azərbaycan Prezidenti dövlət qulluğu məsələ üzrə komissiya həyata keçirir. Yəni siz tərəfdən belə bir nəzarət var dövlət qulluqçuları? Var və bizə də müraciətlər olub. Biz də həmin müraciətlər əsasında sorğular etmişik və deyək ki, bu araşdırılıb və aradan qaldırılıbdır qeyri-etik davranış dövlət qulluqçularına. Bu idarə rəhbərləri tərəfindən sizə edilən müraciət yoxsa vətəndaşlar tərəfindən? Vətəndaşlar hansılar ki, deyək ki, dövlət orqanına müraciət edirlər və özlərinə qarşı hesab edirlər ki, qeyri-etik davranış mövcuddur, onlar birbaşa bizə müraciət edə bilərlər. Bəli, yəni vətəndaşlar birbaşa müraciət edirlər. Ən çox vətəndaşların şikayət elədiyi mövzularla ilə bağlıdır. Sənəd ala bilmirlər, sənəd verə bilmirlər. Bilirsiniz, hələ ki bizdə bir neçə belə bu etik davranışla müraciət var. Ona görə hansısa bir statistikanı məslək faktik gətirə bilmərəm. Bəli. Və mən hesab edirəm ki, bu qanun, bilirsiniz, bu qanun tam işləməsi üçün biz bir çox işlər görməliyik və bir çox seminarlar təşkil etmişik. ASPAK layihəsi ilə birgə Avropa Şurasının korrupsiya qarşı mübarizə üzrə Azərbaycanla keçirdiyi birgə layihə çərçivəsində və həm dövlət orqanlarının yüksək vəzifəli şəxsləri ilə bu seminarları keçiririk, etik davranışla bağlı və mən hesab edirəm ki, bu qanun 1-2 ildən sonra tam işləyəcəkdir. Bir də sizin açıqlamalarınızda belə bir məqam var idi ki, komissiyadan kənar işə qəbul halları var. Bu necə həyat keçirilir? Var, belə hallar olubdur. Elə hallarda bizdə faktlar olanda biz müraciət edirik dövlət orqanının rəhbərinə ki, bu hal aradan qaldırılmalıdır. Qanunvericilikdə birbaşa nəzərdə tutulub ki, 6-cı, 9-cu təsnifatlara qəbul, dövlət qulluğuna qəbul yalnız müsabiqə əsasında həyata keçirilir və ya müsahibə əsasında. Bu ikisindən biri gözləməlidir. Müsahibə kimlərə şamil edilir? Kimlər dövlət qulluğunda çalışır və ixtisas dərəcələri var, yaxud da əvvəllər dövlət qulluğunda çalışıblar və 5 il stajları var. Onlar müsahibədən keçə bilərlər. Müsahibədən keçirlər, yəni test imtahanları vermirlər. Bunlar artıq dövlət qulluğundadır, yaxud da olublar. Bəli.
və ona görə ikinci dəfə onlar test imtahanlarını keçmirlər və yalnız müsahibədən keçirlər. Son sualım, bundan sonra hansı qurumlar üçün imtahanlar keçiriləcək? Bundan sonra biz hazırlaşırıq. İndi avqust ayında elan verəcəyik. Vakant vəzifələrin tutulması üçün müsabiqəyə dair. Hər bir bizim müsahibədə getdikcə dövlət orqanlarının sayı artır. Biz hesab edirik ki, bu axırıncı elanımızda, hazırladığımız elanımızda 35-ə yaxın dövlət orqanlarına vakant vəzifələr dair biz elan verəcəyik. 35 fərqli yerə dövlət qurumu? Dövlət qurumuna və yerlərin də sayı 500-ə yaxın olacaq. 500 nəfərli bir iş yeridir bu da haradasa. Bəli. Yeni bir iş yerlərdir 500 nəfərli. Bəli. Bəli, çox təşəkkür edirik. Studiyamıza gəldiniz. İlk dəfədə sizin bizə gəlişiniz. Ümid edirik ki, bundan sonra yenə biz tez-tez görüşərik. Önümüzdəki günlərdə, önümüzdəki proqramlarda yenə. Xatırladım ki, hörmətli tamaşaçılar, qonağımız Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Bəhram Xəlilov idi.